Geldim evə, inanın bir isti var idi, bir isti var idi. Hər gün soyuqdan ölürdük, bugün istidən öldük. Bir-iki alışverişlərim var. Onları sizə göstərim. Zuzi müdaxilə eləyir. Heç üstün üstünə çıxan deyil. Niyə bugün çıxıb bilmirəm. Bəlkə də ona ciciş qablar gəlib. Zuzinin yemək qabları, yemək və su qabları dəyişir, bilirsiniz. Yəni 2-3 aydan bir dəyişirəm. Zuzi dəmir istəmir. Onu ancaq belə plasmas. Bunları da yeni aldım. Biri yeməyi üçün, biri su. Amma gəl fərqli rəng alaydım, hə? Tünd rozvu rəngdir. Burada biraz açıq düşür. Amma baxın. Amma tündür. 2 dənə belə yemək qabı aldım. İndi bunları şampunlayım, paraşokluyum. Birinə su, birinə də Zuzi üçün yemək qoyacağım. Bir də çoxdan da geyim almırdıq. Yəni var idi, ehtiyac yox idi. Artıq havalar islənib deyən geyimə ehtiyac var. Deməli, bir dənə belə kofta almışam. Çox xoşuma gəldi dəniz üçün. Eyni bu koftadan da seçim eləyə bilmədim orada. Eynisini də Fidan üçün götürdüm. Eynidir. Baxın. Eynisini də bir dənə Fidan üçün aldım. Seçə bilmədim deyənə qoyub yox. Eyni olsun. Daha sonra bir dənə özüm üçün çox geniş olsun deyə böyük götürdüm. Baxın adımın təmsili üstündə, amma 88-dir, mən 94-əm. Bu uyğun deyil. Belə. Bu əslində tünd xına rəngidir. Burada niyə belə düşürsə bilmirəm. Baxın, tutdum. Əsl rəngi budur. Tünd sarı kimi də, belə kariçnevi kimi. Bir dənə bunu almışam özümə. Daha sonra bir dənə də dəyişənə məktəbə getmək üçün də, yəni uşaqlar dərs aparmağında geyinmək üçün. Bir dənə də belə qara aldım. Sırf qabağında belə yazısı var. Bir də arxasında belə bəzəyi var. Bunu aldım. Daha sonra bu da bu nədir? Bu bacımın qızını almışam belə. Şalvar istəyirdi ona evdə geyinməyə. Belə qıraqları ağ, ortası da qara. Belə cibli bir dənə də şalvar bacımın qızını almışam. Bugünkü alışverişlərim bunlar oldu. Dedim qoy sizə göstərim. İndi biraz oturum çay içeyim, dincəlim. Sonra görək nə edirik. Bugün axşam yeməyinə qərar verdim ki, daha doğrusu uşaqlar maraqlı yeməklər istədilər. Mən də börək hazırladım. İndi göstərərəm sizə. Bir də onların ən sevdiyi yemək bilirsiniz də aş. Aşı hazırlamışam. Və yanında tutma da var. Yanında tutmamız da var. Toyuqların bir üzü qızarıb. Dedim qoy çevirim. O bir sözləri. Buraya qızarmır. Kompotumuz da var. Qoy yanında. Burada da düyümü qoymuşam qaynamağa. Kompot. Yəni qaynasın, süzəcəm. Börək hazırlamışam, onu qızardacam. Uşaqlara yemək süfrəsi hazırlayacağım. Söz verdiyim yemək süfrəsi. Xalalar, indi anam bunu aşıya və ətə pişirir. Yəni tavuğa pişirir. Tavuğun bir tərəfi qızarıb, yəni bəzilərini gördüyünüz kimi, bəziləri qızarmayıb. Belə başlamışam indi börəklərimi qızartmağa. Bu qızartdığım, bu hələ qızardılası. Bu da tavada olan qara tavama qoymuşam. Qızardıram. Deməli, bunu bişirim. Aşı da süzdüm artıq. Dəmə qoymuşam. Altını qazmaq tutsun. Daha sonra götürəcəm. Toyuğu da qızartmışam. Düyünün üstündən yığmışam. Onda elə dadlı olur. Ətin necə deyim, dadı çıxır düyüyə. Çox qəşəng olur. Burada boş yer var. Böyle yavaş-yavaş qızarsın. Yağ o qədər gedir. İnanırsınız doluydu da. İndi yenə. Bizdə dolu yağ həftəyə neçə litr alınır da. Hədsiz çox işlənir. Yəqin ki sizlərdə də belədir. Çünki kartof qızartmasıdır.
börəkdir, nə bilim, yeməklərə çox istifadə olunur. Yəni bizdə qızartma tipli yeməklər çox yeyilir. Ona görə də çox istifadə olunur. Yağdan. Börəklər dəniz büküb, heç xəbərim yoxdur da, nə yeyib, necə büküb, nətər eləyib. Əlim yanmışdı. Çox qalın büküb biraz. Belə deməmişdim, niyə belə eləyib bilmirəm. Belə kızarsın bunlar. Sonra gedim süfrəmi hazırlayayım, sizə də göstəreyim. Belə tutmalarımı da gətirdim. Qışın bəhrələri, bu petruşkanı özüm yeyəcəm. Qışın bəhrələri deyirəm, yayın. Belə qəşəng tutmam. 2 dənə də belə kompot gətirdim, göyən. Bir də şaftali kompotu. Bunları da açım. Başlayayım süfrəmi düzəldim. Yani bir yarım bir gün yıkılmamak için. Sen bir ara ayağa kalkmış mıydın diye yıkılmayacaksın. En son eşek teptiğinde yerlere serildin. Daşım kinoya baxır, bu bozodur, nədir o kinoya. Səsi götürüb aləm, ona görə səsini aldım. Tutmamı açdım belə, uşaqlar üçün qoyum. Yəni hamımız üçün də yeyək. Çünki aş bişirəndə, plov bişirəndə yada düşən ən vacib məqam pomidor tutmasıdır, ondan dadlı olur. Açdım onu da. Sveji salatda doğrayacağım, prosta bu da olsun. Mən içərisinə petruşka qoymuşam, çox sevirəm. Onu da belə yəni tullamıram, qoyuram, yeyirik. Seçersin, istediğini alırsın. Tabii iş o noktaya gelirse. Bu da uşaqlar üçün hazırladığım axşam yeməyi, bişirdiyim aş. Belə qazmağı da çox gözəl alınıb, çox dadlı alınıb. Börəyimiz, göyərti salatımız, kompotlarım, bir də pomidor tutmalarım. Hamısı çox dadlı idi yeməklərimiz. Əllərimizə sağlıq, nuş olsun. Göz haqqınızı halal edin. Belə. Yemək yeyildi. Qabları bir hissəsini yumuşam. Bir hissəsini də dedim yuyum. İstəkanlar falan qalıb çox. Kompot falan içildi. Nə bilim, sonra üstünə çay. Böyük qabları, boş qabları yumuşam. Onları da yuyum yerinə. Və salam, dincəlmək saatı. Telefon, televizor saatı. Yəqin ki, sizlərdə də belədir. Belə yavaş-yavaş işlərimi görürəm. Bitir. Bugün də uşaqların qarşısında üzüm ağ oldu. İstədikləri yemək oldu. Yedilər, içdilər. Bizim evdə dənli bitkilər çox sevilir. Düyü vapşim çox sevilir. Belə. Hamısını yuyum yerinə. Daha sonra çay koyuyorum yenə. Qaynasın, çünki bizdə hamı çayxordur. Hamı çay içir. Uşaqlarım da özümə oxşuyub, yoldaşım da, mamam da. Hamımız çay içirik də, çay xəstəsiyik, bir dənə demək olar ki. Ancaq çay, şirniyyat, nə bilim, konfetlər bizim evdən çox alınan ərzaqda olar. Çatmır. Paket çay, quru çaydakı, yəni aldığımız ancaq yarım kiloluq paçkalar alırıq. Əvvəl 250 alırdıq, indi yarım kiloya qalxmışıq, çünki çatmır. Tez-tez çay qutarır. Çox dəmlənir. Gündə demək olar ki, məktəb falan olsa 2 dəfə, 3 dəfə. Amma yox, məktəb olmasa demək olar ki, 5-6 dəfə çay dəmlənir. Ağ, soyuq çay
sevilmir. Bizdə hamı tünd içir. Bir tək mamam. Uşaqlarım da tünd içir. Yoldaşım vapşım qara içir. Uşaqlar da tünd içir. Bir də mamam ağ istəyir. Deyir acı olur. Çaydan da başladım sürtməyə. Bunu da yiyeyim. Valla hər gün yiyirəm demək olar ki. Yuyub doldurum qoyum qaynasın. Yenə çay dəmləyəcəm. Bu mənzərəni çox sevirəm. Demək ki, qablar yuyulub, stəkanlar təmiz, boş qablar təmiz, üzəri örtülüb, qaşıqlarımız təmiz. Ən sevdiyim mənzərədir. Bu videomuzu da burada bağlayayım. Nə qədər yaxşı oldu, nə qədər xoşunuza gəldi bilmirəm. Əlimdən gəldiyi qədər çəkirəm. İnşallah gələcəkdə daha yaxşı vloglar olacaq, bilirsiniz. İzlədiyiniz üçün minnətdaram. Çox sağ olun, təşəkkür edirəm. Hələlik növbəti videolarda, vloglarda görüşmək ümidi ilə.